Assalamu aleykum, hər vaxt xeyir olsun əzizlərim, hər birinizi salamlayıram. Bir mövzuyla bağlı istədim bir video çəkim paylaşım, sizlərə də məlumat verim. Deməli, mənə çox yazanlar olur, telefonuma zənglər olur. Dediniz, yəni 3 dənə şeydən gedir, gömrük, qida təhlükəsizliyi, yəni akta və standartlaşdırma və ya bu məhsulu, halbuki istəyiniz üzərinə yoxlayın və bu bildirmək istəyirəm ki, mən bir vətəndaş olaraq bunu edirəm. Hər şey qoyuram qırağa. Lap qida mütəxəssisiyəm. Qida məhsullarının hazırlanması, saxlanması və kimyəvi xarakteristikası üzrə bir təhsilim olsa da belə, bəzən insanlar var ki, deyir ki, niyə get yeməyin pişir, başqa işinə məşğul ol, get filan elə. Bir vətəndaşım. Bir özümə vətəndaşlıq borcu bilərək, mən demirəm ki, bu niyə izin verirlər satışa. Mən onu demirəm. Sadəcə mən deyirəm ki, bunun üstündə görürsünüz yazılar, görə də bilmərsiniz ki. Görə də bilmərsiniz. Bu balaca yazılar oxumaq da olmur. Allerjik qidadırsa tərkibində, bu insan necə tapsın burada allerjik? Bu gözlə görünmür də, oxunmur yəni. Ən azından bunu oxunacaq şəkildə olmalı deyilmi yəni? Burada mənim yanlışım mı var? Və vətəndaşlara bunu uşağı alırlar da bunu. Bunu necə oxusun vətəndaş? Elə bir hərfləri səhvlər yerə. Yəni, tamam, qurum bunu qəbul edə bilər, deyə bilər ki, satışa uyğundur, uyğunluq sertifikatı verə bilər, standartlar. Deyərim, bugünkündə bir spirtli içki satılır, alkol içki və ya sigaret satılır. Heç nə demirəm. Sağlıq üçün zərərlidir, zərərlidir. İnsan üçün, hər halı üçün bir dənə faydası yoxdur, düzdürmü? Satışına icazə verilmir, verilir. Əlbəttə satıla bilər. Amma ən azından bilirsən ki, bu sigaretdir. Üstündə yazıb, sigaretdir, sağlıq üçün zərərlidir. Düzdürmü? Hər hansısa bir qida məhsulunda, satışında, ən azından allerjik olduğu zaman, istəyir Twix yazıb ki, içərisində fındıq, badam ola bilər. Başa düşürəm, qanunvericiliyə görə eyni xəttdə, istehsal xəttində ondan qabaq fındıq və badamlı məhsullar istehsal oluna bilər. İstənilən standartlara görə, o yuyulsa da, təmizləsə də qalmağa ehtimalı ola bilər. Allerjik insanlarda o allergiya yarada bilər, xəstələnə bilər. Bu şirkət özünü sığorta etmək üçün demir ki, var ha. Sığorta etmək üçün əlbəttə yazır ki, burada bu məhsullar var, bu təsir edə bilər və ya filan ola bilər. Bu etdiyi zaman şirkət özünü sığorta alır ki, sabah bir gün bir şikayət olsa ki, mən Twix yedim, allergiyam oldu, içində fındıq dənəsi və ya tozu var idi, allergiyam var buna və buna görə də heç bir problem olmasın deyə elə məhz onu o şəkildə edirlər. Amma ki, gəlin bir mənalı olaraq biz bunu qəbul edək ki, bəzi proseslər var ki, bəzi yazılar var ki, insanlara uyarı və, yəni uyarı türkçələr deyir də, xəbərdarlıq var. Bu xəbərdarlıqları kiçik yazan var səni burada. Mən burada xəbərdarlıq başqa rəngdə olmalıdır və ya o hərflər böyük olmalıdır. İnsan o rahat oxuya bilsin. Mən bugün bunları oxuyub araşdırıncam, bunu, bir də bunun şokolatını, Kinder. Bunu araşdırınca, inan bəzi bir şey ki, uşaq göndərmişəm, mikroskop gətiriblər, lupa ilə böyüdüb oxuyuram. Bunu vətəndaş necə oxusun? O ki, qaldı, deyirəm, bunun üçün hansı ixtisas peşə sahibi olmaq deyil. Mən bir vətəndaş olaraq bunu deyirəm. Bir vətəndaş olaraq deyirəm, başqa bir şey deyil. Ki, mənim övladımı almıram. Çünki gedirəm xəstəxanalarda nələr yaşadıqlarını görürəm. Gənclərimizin nə hala düşdüklərini görürəm, almıram. Sadəcə oxuyuram, üstündə nə yazıb onu deyirəm. Mən başqa şey də üstünə əlavə etmirəm. Əzizlərim, siz vətəndaşlar olaraq bir-birimizə dəstək olun. Bu haqda özümüzə deməsək ki, bir kola, hamı deyir ki, kola ziyanlıdır. Çox adam da içir, hamı da içir. Amma ən əsası üstündə yazıb, asidi turşusu, bu alırsan. Mən demirəm ki, almayın. Mən hansısa bir marka ləkə də gətirməm. Markanın üstündə nə məhsul yazıbsa, məsələn, mən illərdir bu məhsulu bəhbəhlə alıb yediyim məhsul olur. İllərdir. Amma
Sonra indi deyirəm ki, yəni mən dinimə görə mənə haramdır. Başqaları yeyə bilər, yesin. Şübhəm var, yəni mənim üçün olmaz. Mən bunu illərlə maşınımda, bu da avtomobilimdə o gün atmışım. Daimi də olub. İndi amma nə edirəm? Deyirəm ki, olmaz. Yəni istifadə etməmək lazımdır. Nədir səbəbi? Mən öz fikirlərimi bildirdim, artıq istifadə edən də özü bilər, etməyən də. Burada elə bir şey yoxdur. Təşəkkür edirəm. Allah hər birinizə can sağlığı versin.